Salam əziz dostlar, hörmətli kanal izləyicilər, hər birinizi kanalımıza xoş gördük. Bugün mən Tərlan sizləri Binə qəsəbəsi atçılıq ərazisindən salamlayıram. Sabahınız xeyir, gününüz uğurlu olsun inşallah. Çox vaxtınızı almayacağım. Bugün şəxsi özünə tikilmə, 3 otaq, 3 otaqlı evin çəkilişinə gəlmişik. Giriş isə avtomatik jalüz qapı, ayrıca giriş qapısı, həyətin işıqlandırılması, burada ağaclar əkilib, zövqə görə gələcəkdə hovuz da salmaq olar, yetərincə yer var. Həyətin tam etləri, bu Targovu daşları deyirlər. Çox gözəl şəkildə döşənib. Bütün kommunalları, qazı, işığı, şirin su, dövlət şirin suyu xətti var və əlavə olaraq yeraltı 5 tonluq ehtiyat su zapası var. Ev kamera sistemi ilə təchiz olunub. Evin də ümumi görünüşünü götürərsin inşallah. Orada evdə bu sağ tərəfdə kombidir, yəni evin istilik sistemidir. Və ən əsası həm yay, həm qış üçün nəzərdə tutulmuş. Ya Allah, keçək içəri. Qəşəng cam balkon. Yer ümumi istipoldur. Əlavə olaraq, biraz yaxınlaşın inşallah. Ben göstərim buranda. Bizim burada kamenimiz də var. Kamenin də üstündə manqalni. Əlavə burada elektrik sobası var. Əl üzüyanımız var. Altda şkaflardır. Yəni çox gözəl bir belə dizaynda bura tikilib. Və evimiz belə deyək də yarı əşyalı, yarı əşyasız formada verilir. Bura təbii ki qalacaq. Burada gördükləriniz qalır. Hal-hazırda bax istipoldu, işləyir. Çox gözəl istiliyi var. Və keçirik inşallah evin içərisi ilə otaqlarla tanış olaq. Ya Allah. Giriş qapısı. Pauza verim sənə. Ya Allah, selamun aleyküm. Hoş gəlmişsiniz. Ev ümumi istipoldu, 3 otaqdır, 2 yataq otağı, 1 zal, mətbəx. Biz hal-hazırda yəni zalımızı çəkək. Və inşallah keçək yataq otaqlarından da tanış olaq. Bir yataq otağımız. İkinci yataq otağı. Və mətbəxlə tanış olaq inşallah. Burada bizim mətbəximiz. Çox gözəl mebellər var. Təbii ki mebellər qalacaq, bu stol da qalır. Elektronika əşyaları götürüləcək. Kamera sistemi mətbəxdə quraşdırılıb, gördüyünüz kimi. Yəni şəxsi özünə tikilmə evdir. 2 ilin evidir, 2 il, 3 ilin evidir. Sadəcə işlərinə əlaqədar olaraq satışa çıxardı. Evin çardağına çıxmaq üçün yerdə qoyulub və sanitar sanuzel tam hazır. Havalandırma sistemi ilə əlavə nəfəslik var. Duş kabin ayrılıb. Evin start qiyməti əzizlərim 120 min azayına deyilir. Təbii ki real alıcı olsa qiymətdə razılaşma olunacaq. Və evin yerləşmə sxemini bir də sizə izah eləmək istəyirəm. Evimiz yerləşir Binə Atçılıqda. Real marketdən sağ tərəfdən də bu evə gəlmək olur. Aspetrolun arxasından asfalt yolla da gəlmək olur. Burada avtobusların dayanacağı deyilən bir yer var. Hansı ki o hissədən gəlmək olur. Ətraf tam yaşayışlıdır. Evin sənədi bələdiyyə sənədidir. Yəni çıxarış deyil. Bunu da deyim indidən. Start qiyməti 120-dir. Real alıcı ilə də razılaşma olacaq. Əşyalar da təbii ki bəzisi qalıb, bəzisi götürüləcək. Bu qədər. Əlavə sualı olan varsa əlaqə saxlaya bilərlər. Sağ olun, sağlıqla qalın.